Salam aleykum, əziz kanalımız izləyiciləri. Deməli, bir məlumat vermək istərdim sizə. Yeni səhifə açmışam, TikTok səhifəsi. Biraz çox düşünürdüm, tərəddüd eləyirdim, açım açmayım. Dedim ki, niyə də yox. Artıq bizim YouTube kanalda şükürlər olsun ki, günü-gündən görürəm ki, kütlə çoxalır. Bu da o deməkdir ki, artıq yəni bizim kanal kaliteli kanallardan biridir. Deməli, insanlar fayda görür bu kanaldan və bu bizim üçün nə xoş. Ona görə də dedim ki, yəni bir səhifə açım, TikTok səhifəsi. Düzdür, səhifənin adı orada Maral Falfa bitkisi ilə bağlıdır. İnşallah müəyyən paylaşımlar olacaq. Yenə də siz bildiyiniz kimi biz çalışırıq ki, insanlara maarifləndirici, ümumiyyətlə hansısa bir məlumat verəndə öz şəxsi prinsiplarımıza görə yox, insanlar faydalansın deyə paylaşımlar edirik, video çəkilişlər edirik və ümumiyyətlə mən hansısa bir şeyi, istər reklam olsun və istər öz şəxsi məhsulum olsun, yəni bilirsiniz ki, yəni heç bir pis şey ki, nəyisə təklif etmərəm. Yəni əgər bir xeyri olmasa, heç bir zaman mən onu təklif etmərəm. Yəni artıq neçə illərdir ki, görürsünüz ki, bizim kanal fəaliyyət göstərir. Çalışıram insanları bildiyim qədər maarifləndirim və əslində səhifənin də açılmaq səbəblərdən də biri odur ki, orada həmsöhbət ola bilərik. Məsələn, arada bir canlı demirəm ki, tez-tez, arada bir canlı açıb, məsəl üçün, suallar verə bilərsiniz. Yəni, nə biliriksə, cavablandırarıq və daha belə yaxın ola bilərik də, yəni həmsöhbət edə bilərik inşallah. Və bildiyiniz kimi, əsas indi görə bilərsiniz ki, orada Maral Falfaya aid səhifə olacaq. Bəli, mən tövsiyə edirəm. Çünki bilirsiniz ki, bu Maral Falfa bitkisi çox kaliteli, çox verimli bir bitkidir. Və bildiyiniz kimi, bizdə artıq neçə illərdir ki, bu Maral Falfanın satışı ilə də məşğuluq. Və hər kəsə tövsiyə edərdim. Yenə dediyim kimi, yəni elə düşünməyin ki, öz şəxsi prinsiplarıma görə, qazancıma görə düşünürəm. Bəli, o da var. Əlbəttə ki, hər birimizə xeyir. Həm özümə də burada gizlədisə bir şey yoxdur. Həm özümə də xeyir olacaq, həm sizə də xeyir olacaq. Yəni bu bitki haqqında bilməyənlər maraqlana bilər. Protein dəyəri və ümumiyyətlə verimli çox bitkidir. Bircə dəfə cəmi əkirsiniz, hər dəfə onu toxumunu əldə etməyə ehtiyac olmur. Yəni özündən artıra bilirsiniz və sürətli şəkildə siz sahələrinizi belə deyim, o bitki ilə çoxalda bilərsiniz. Kimə nə məlumat maraqlıdırsa, yenə suallarını verə bilər. Yəni məlumat almaq istəyənlər suallarını verə bilər, suallarınızı cavablandırmağa yəni çalışacağıq. Və artıq bilirsiniz, mövsümdür, yəni bizim Maral Falfa bitkilərinin satışı başlayıb. Buyura bilərsiniz, artıq sifarişlərinizi indidən verin. Çünki bir də görürsünüz ki, yəni mal qutara bilər, çatmaya bilər. Ona görə indidən sifarişlərinizi verin. Çünki bu Maral Falfa bitkisi iyulun, belə deyim də, yəni bir ayda, hardasa bir ay vaxtı var. Yəni iyulun axırına qədər əkmək olar. Avqustda da olar, amma biz yəni daha dəqiq olsun deyə, sabah narazıçılıq olmasın. Ona görə iyulun axırına kimi Maral Falfanı əkə bilərsiniz. Və səhifənin linkini atacağım, TikTok səhifənin linkini atacağım ora. Siz dəstək olun, yenidir. Demək olar, abunə sayısı yoxdur. Ona görə açan kimi dedim sizlərlə paylaşım ki, həm dəstək olasınız, həm də ki, inşallah arada canlı açmaq olar, həm söhbət ola bilərik orada və faydalı məhsullar orada paylaşacağım ki, yəni sizə də, bizə də faydalı olsun inşallah. Hər kəsdən təsərrüfatınıza Allahdan bərəkət diləyirəm. İnşallah görüşənədək. Əssalamu aleykum və rəhmətullah və bərəkatuhu.